Belə bir məsələnin həllinə baxaq. ID-si 176 olan işçinin soyadı departamentinin nömrəsini tapmaq üçün sorğu yazmağımız tələb olunur. Biz bura əlavə olaraq employee ID-ni də əlavə edəcəyik. Çünki burada last name və department ID tələb olunduğuna görə biz bu ikisini select-də yazacağıq. Amma employee ID-ni görməyəcəyik. Biz əlavə olaraq employee ID-ni də əks etdirək, daha aydın olsun. Belə bir sorğu yazırıq. Select employee ID virgül last name virgül department ID. Sonuncu sütundan sonra department ID-dən sonra virgül qoymuruq. Virgül qoysaq sorğu düzgün işləməyəcək. ID from haradan? From employees cədvəlindən seçirik. Employees şərt qeyd edirik veya employee ID bərabərdir 176-ya. Sorğunu işlədirik. İşə salırıq. Və görürük ki, bir nəfər belə bir işçimiz var. Hansı ki, employee ID-si 176-dır. Soyadı Taylor'dır və departamenti 80. Yəni, employee ID-si 176 olan bir tək işçimiz var. O da Taylor'dır. Və sorğu bu şəkildə yekunlaşdırılır.